Baş sponsor Biləsuvar Zirvə Ailəvi İstirahət Mərkəzi. Sponsorlar Qızıl Qusar Təbii Meyvə Şirələri, İlğım Ədviyyatları, Naftalan Medical Turizm Şirkəti. ...2026-cı il yeni iliniz mübarək olsun. Dəyərli MTV Azərbaycanın və Nə Var Nə Yox proqramının çox sevilən, çox dəyərli izləyiciləri. Bu gözəl gündə, yeni bir ildə, yeni bir ayda, yeni ilk həftəsində hər birinizi mən Emin Brent və Səmən nənə salamlayırıq. Axşamınız xeyir olsun əziz tamaşaçılar. Belə gözəl gündə hər birinizi yeni ilin ilk həftəsində balamın dediyi kimi yeni ilin deməli ilk ayında hər birinizin axşamınız xeyir olsun. Bugün sizi nələr gözləyir, nələr olacaq birazdan özünüz görəcəksiniz. Bəli, tam səmimi söhbətlər, bol-bol təbriklər və bol-bol nəğmələr. Hamısı bu həftə Nə Var Nə Yoxun yeni buraxılışında. Və mən təbii ki aparıcı mən Emin Brent və bizim sevilən nənəmiz Səmən nənənin təqdimatında. Nənə, hər kəs maşallah bayram edir, süfrələr bol və hər kəs də ekran qarşısında bizi izləyirlər. Bu gözəl gündə, gözəl bir ildə xalqımıza nə arzu edərik? Nənən qurban. Dekabrın 31-də bu yeni ili hamı qarşıladı. 2026-cı il Allah hamıya düşərli eləsin. Amin. Bir də bizim Azərbaycanımız dünya Azərbaycanlıların həmrəylik gününü qeyd elədi. Mən onlardan nə demək istəyirəm? Bütün Allah Taala xalqımızı qorusun. Allah Taala bizim bütün milləti harda olur olsun, can sağlığı versin onlara. Bir də həmrəy olsunlar. Bundan artıq nənə nə desin qadınlar? Bəli, həmrəy olaq, bir olaq. Səmən nənəm, bu ildə bizi nələr gözləyir? Yeni layihələr, yeni rayonlar, hətta xarici ölkələr. Yəni 2026-cı bizim üçün inanılan bir düşər olacaq. At ildir, murad ildir. Hər kəsin arzu istəyi Çin olsun. Əziz tamaşaçılar, biz əvvəldən nənəsi qurbandan bir yerdə çəkilişlər eləmişik. Bir gözəl verilişlərimiz çıxıb, hamısını yavaş-yavaş izləyəcəksiniz. Amma bugün nələr olacaq, onu bir reklam olacaqmı, yoxsa? Bəli, reklamlar da var. Təbii ki, bu gedişata biləcəksiniz də. Təbriklər də var, gözəl, xoş nəğmələr də var. Əsas odur ki, elə MTV-ni dəyişməyin, ekranın qarşısında daha da yaxın əyləşin, süfrədə naz-nemətin dadından dadın və bizi izləyin. Çox maraqlı bir proqram olacaq. Soruşsalar bitti deyərsən, mənə bu qədər yetdi deyərsən, hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən, hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən. Heç nə olan deyil, xatirələr qalan deyil, sevgimiz ki yalan deyil, qəlbimi incitdi deyərsən, sevgimiz ki yalan deyil, qəlbimi incitdi deyərsən, soruşsalar bitdi deyərsən, mənə bu qədər yetdi deyərsən, hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən, soruşsalar bitdi deyərsən, mənə bu qədər yetdi deyərsən, hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən, hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən.
uşaqlar heç nə söyləməsin, arxamca pis söz deməsin, kimsə səndən inciməsin, özgələr öyrətdi deyərsən, kimsə səndən inciməsin, özgələr öyrətdi deyərsən, soruşsalar bitdi deyərsən, mənə bu qədər yetdi deyərsən, hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən, soruşsalar bitdi deyərsən, mənə bu qədər yetdi deyərsən, hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən, hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən, soruşsalar bitdi deyərsən, mənə bu qədər yetdi deyərsən, hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən, soruşsalar bitdi deyərsən, mənə bu qədər yetdi deyərsən, hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən, hər ayrılıqda səbəb olmaz o çıxıb getdi deyərsən, soruşsalar bitdi deyərsən. Aysə mənənəm, bu 2025-i yola saldığımız ildə təbii ki, nəinki Bakı, Bakıdan üst tutduq bütün bölgələrə, Qərb bölgəsinə, Şərqə, istədiyimiz bütün ən gözəl bizə doğma olan diyarlara. Ən maraqlı sənin üçün hansı bölgə oldu ki, o bölgədə, o rayonda daha da zövq aldın, yorulmadın? Tam səmimi. Belə deyim, istəyərli tamaşaçılar. 2025-ci ildə biz Emin balamla Azərbaycan Respublikasının çox gözəl, maraqlı rayonlarından, şəhərlərində, kəndlərindən sizə nə var, nə yox dedik. Amma mənim yadımda qalan Balakən Zaqatala, bizə bir stol açmışdılar, bir xəngəllər pişirmişdilər, bir maraqlı ballar zadlar vardı. Çox gözəl. Onların öz adətləri maraqlıydı, mətbəxləri, insanlara qonaqpərvər. Hansı bölgə getdiksə, hansı diyara getdiksə, orada səmimiyyət gördük, qonaqpərvərlik gördük. Əsas ki, Azərbaycanlıyıq. Hər bir bölgədə öz adət-ənənə, mehribançılıq və mərdlik var. Bəli, bizim komanda olaraq yay-qış demədən, elə Səmən nənə bizimlə Bakıdan ayrılıb, bütün bölgələrdə qonaq olduq. Rəngarəng proqramlar, gözəl nəğməli qonaqlarımız, hətta yeni ifaçılarımız, trend müğənnilər elə sizə nə var, nə yox deyib, evlərinizin qonağı oldu. Bu gözəl bayram günündə bir daha söyləyək xalqımıza, yeni iliniz mübarək. Qələbə qazanmış ölkənin, belə deyək də, gözəl bizim həmrəy olan, güclü olan Azərbaycan xalqı, vətəndaşları. Bu təzə ildə, bu gözəl bir ildə, at ilində, gözəl də bir məkanda, Bakıdan nömrə 1 olan Star Bakuda, mən elə ilk olaraq bütün həmkarlar adından, kollektivimiz adından Birinci və ikinci vətən müharibəsində canından keçən, şəhidlik zirvəsinə uzalan bütün şəhidlərimizə rəhmət edirəm. Qazilərimizə can sağlığı arzulayıram. Və indi təbii ki, nə üçün mən bu Emini bura dəvət etdim? Emini bizim münasibətimizi tək efir deyil, şəxsi dostluqda var. Amma Emin çox gözəl yazardır, çox gözəl bəstəkardır, çox gözəl meyxanası və hal-hazırda musiqi meyxanası müğənni kimi də fəaliyyət göstərir və şəhid balasıdır. Biz hər zaman şəhidlərə, şəhid ailələrinə böyük ehtiramla, sevgi ilə anırıq, yad edirik, unutmuruq. Elə bu gözəl gündə, bu gözəl ildə Emin səni də unutmadıq. Çünki sən ona layiqsən, gözəl bir dostsan, gözəl bir insansan. Çox sağ ol. Təzə ilin mübarək olsun. Çox sağ ol. Səninlə Bahar, mən də fürsətdən istifadə edib bizə baxan hər kəsin Azərbaycan xalqının bayramını təbrik edirəm. İnşallah bu il keçən ilimizdən bizə daha düşərli, daha uğurlu olsun. Amin. Mənə dəstək olan dostlarımı mən heç vaxt unutmuram. Bu şan şöhrətsə də özün bilirsən. Mən onların o qədər elə bir şey həvəskar deyilsən. Avlətçisi deyiləm. Yəni o qədər marağında deyiləm. Mənə hər zaman dəstək olan dostlarım var. Çox sağ olsunlar. Çox sağ olsunlar. Biri sənsən, neçə ildir bizim dostluğumuz və mənə xüsusən hər zaman mahnılarımda, yəni
məni sənin kimi yadından çıxartmayan bir qardaşımız var, Ruslan Səfəroğlu. Ruslan hər kəsin dostudur. Ruslan bütün məşğulların dostudur. Ruslan Səfəroğlu və adı elə bir brenddir. Onun gözəl dəsti xətti var. Ona görə mən elə buradan öz adımdan və adaşmağımdan minnətdaram ki, bax hər zaman sən bütün gənclərə dəstək olsan, Ruslan. Var ol. Eyni zamanda Ruslanla bizim neçə illik dostluğumuzdur, ruhumuz. Yəni Allah canını sağ eləsin. O bəzi efir xatirinə danışanlar kimi deyil də. Yəni o kişi oldu ki, real insandır, saxta deyil. Realdır. Məsəl üçün bütün şəhid ailələrinin, qazilərin məclisində təmənnasız iştirak edir. Ona görə də mən Ruslan mənə də dəstək olduğun kimi, bütün insanlara dəstək olduğun kimi sənə təşəkkürümü bildirirəm. Allah sənin canını sağ eləsin. Allah səni həmişə uca eləsin. Yəni mən də kim yaxşılıq eləyir, unutmursa olur. Unutmur. Bunları qoyaq bir qırağa. Vaxtı gələndə də özünə qaytarmasın. Dostları da unutmuruq, həyatı da unutmuruq, gözəlliyi də unutmuruq. Amma bu gözəl ildir, 2026 at ildir. İnşallah hər birimizin arzu-səhlər çin olsun. Amin. Real olsun. Yaxşı arzularımız olsun. Bəli. Amma təbii ki, sənin də sənət dostların kimi əli boş gəlməmisən. Bu gözəl məkana nəğmələr olmalıdır. Yeni ildir. Yeni ab-havalı bir buraxılışdır, bir proqramdır. İfa edəcəyim hər iki mahnının sözləri mənimdir. Amma musiqisi və aranjmanı Ruslan Səfəroğlu'nun. Sənə qəlbimi verdim, sənə həyatım canımsan dedim. Hamı eşitsin, hamı bilsin, mən səni bax belə sevdim. Hamı eşitsin, hamı bilsin, mən səni bax belə sevdim. Gəl mənim ömrüm, gəl tutum əllərini, gəl mənim ömrüm, oxşayım tellərini, gəl mənim ömrüm, boş qoyma əllərimi, gəl mənim ömrüm. Gəl mənim ömrüm, gəl tutum əllərini, gəl mənim ömrüm, oxşayım tellərini, gəl mənim ömrüm, boş qoyma əllərimi, gəl mənim ömrüm. İlk baharımsan, naz edirən nazlı yarımsan. Şükür edirəm Allaha hər gün, nə yaxşı ki mənim varımsan. Şükür edirəm Allaha hər gün, nə yaxşı ki mənim varımsan. Gəl mənim ömrüm, gəl tutum əllərini, gəl mənim ömrüm, oxşayım tellərini, gəl mənim ömrüm, boş qoyma əllərini, gəl mənim ömrüm. Gəl mənim ömrüm, gəl tutum əllərini, gəl mənim ömrüm, oxşayım tellərini, gəl mənim ömrüm, boş qoyma əllərini, gəl mənim ömrüm. Oxşayım tellərini, gəl mənim ömrüm, boş qoyma əllərimi, gəl mənim ömrüm. Gəl mənim ömrüm, gəl tutum əllərini, gəl mənim ömrüm, oxşayım tellərini, gəl mənim ömrüm, boş qoyma əllərimi, gəl mənim ömrüm. Hər il olduğu kimi elə bu təzə ildə də MTV Azərbaycan komandası kollektivi ilə xalq üçün, hər bir izləyici üçün maraqlı, rəngarəng proqramlar təqdim edəcək. Bəli, elə biz də Nə var nə yox komandası olaraq bu təzə ildə də yeni layihələr və yeni formatda olan proqramlar təqdim edəcək. Əsas odur ki, siz MTV Azərbaycanı hər zaman izləyin ki, nələr olacaq, hansı proqramlar var. Bunu gözünüzdən qaçırmayın. MTV Azərbaycan təbii ki, Azərbaycan ən sayılıb seçilən kanallardan biridir. Bu ilə inşallah inanıram ki, elə çox sayılı izləyicilər tərəfindən MTV Azərbaycan seviləcək. Bizim də proqramımız hər zaman hər bir kəsin evində qonaq olacaq.
İltifat et başkan niye sevinmesin? Benim kimin nənəsi var? Bəli, bəli. Bol-bol orada kliplər səslənir. Azərbaycanın ən məşhur müğənniləri, tanınmış aparıcıları məhz elə MTV ailəsində fəaliyyət göstərir. Bir sözlə, uşaqdan böyüyə, A'dan Z'yə. Nə istəsəniz MTV Azərbaycanda var. Əsas odur ki, siz bizi izləyin, bizimlə birgə qalın. Bizdən təqdim etmək, siz isə hər zaman bizi izləyin ki, bizi tək qoymasınız. Yeni iliniz mübarək. MTV Azərbaycanın efirində bizim hal-hazırda nə var nə yoxun 2026-cı il yeni il buraxışı davam edir və çəkiş məkanımız Bakıda nömrə 1 olan məşhurların sevdiyi, seçdiyi bir məkan. Hardayıq? Star Bakuda. Bilirsən, nə var nə yox. Sağ ol, Nəhayət Emirsən. gəldim, Necəsən? çıxdın gözəl Çox sağ ol, vətənə, əziz Azərbaycana. dostum. Allah razı Gör neçə olsun. illərdir. Həqiqətən. Amma illər keçsə də biz dostluğumuz heç Həqiqətən, vaxt unudulmur. həqiqətən. Çox Hər gözəl zaman dostlar. qəlblərdə bir-birinə olan Təşəkkür sevgi eləyirəm. daima yaşayır. Sağ ol, sağ ol. Tərana Emin. Nurlu ümumiyyətlə gələr gəlməz Azərbaycana dedi ki, bax Emin gəlir amma özü mənə Emiş deyir, Emin demir. Emiş gəlirəm deyim, xoş gəldin. Maşallah dostumuz kanallara, ən baxımlı kanallarda, reytinglərdə qonaq oldun, gözəl nəğmələrin, çıxışların və buradan sənin həm köməkçin, həm dostun gözəl bir xanımı da, qızını da salamlayırıq. Bəli, qızım, Telli xanım, bəli. Telli xanım artıq maşallah o da trendə olub. Onun çıxışları, rəqsləri, zadları. Ona Bəli. görə mən gözümdən, nəzərimdən İdmançı qaçırmadım. balamızdır da, idmançı, karate. Və uğurlar arzu edirəm. Çox sağ ol. Təzə il düşərli olsun. Təranənin İnşallah. sevənlər, Təranənin doğmaları. Və bu anda istədim ki, elə həm sənin həmrəliyini, həm də yeni ili təbrik edeyim. Çünki dəyərli sağ ol. dostlar hər zaman yad edilir. Sağ ol Emin. Mən də sənə çox təşəkkür edirəm. Hər zaman təmənnasız olaraq öz verilişlərinə dəvət eləmisən. Allah sənin o gözəl ürəyivə görə versin. Mən söyləmirəm ki, yəni 2026-cı il necə gəlsin. Gözəl Allahımız, yeri göyü yaradan Allahımız necə sevirsə, necə məsləhətdirsə, elə gətirsin ilimizi və fürsətlər istifadə edib bütün Azərbaycan xalqını, Azərbaycan ordusunu, başda şəhid analarımız, veteranlarımız, qazilərimiz olmaqla və bir də qərib ölkədə yaşayan həmvətənlərimizi mən buradan salamlayıram və bayramlarını təbrik edirəm. Və Təranə Nurludan gözəl ifalar alaq və xalqımızı bir daha səmimi qəlbdən təbrik edirik. Yeni iliniz mübarək. Mübarək olsun. Artık seninle duramam. Bu akşam çıkar giderim. Hesabım kalsın mahşere. Elimi yıkar giderim. Sen zahmet etme yerinden. Gürültü yapmam derinden. Parmaklarım üzerinden su gibi akar giderim. Artık sürevsin bir sefa. Ne cismim kaldı ne cefa. Şikayet etmem bu defa. Dişimi sıkar giderim. Bozar mı sandığım acılar, belaya atlar giderim. Kurşun gibi, manzar gibi, dağ gibi patlar giderim. Bozar mı sandığın acılar, belaya atlar giderim. Kurşun gibi, manzar gibi, dağ gibi patlar giderim. Kaybetsem bile her şeyi, bu aşkı yırtar giderim. Sinsice olmaz gidişim, kapıyı çarpar giderim. Sana yazdığım şarkıyı sazımdan söker giderim. Ben ağlayamam bilirsin, yüzümü döker giderim.
beklerinden kuşundan, yavrumdan cayar giderim. Senden aldığım ne varsa yerine koyar giderim. Ezdirmem sana kendimi, gövdemi yakar giderim. Beddua etmem yüzülme, kafama sıkar giderim. Ezdirmem sana kendimi, gövdemi yakar giderim. Beddua etmem yüzülme, kafama sıkar giderim. Ezdirmem sana kendimi, gövdemi yakar giderim. Beddua etmem yüzülme, kafama sıkar giderim. Ezdirmem sana kendimi, gövdemi yakar giderim. Beddua etmem yüzülme, kafama sıkar giderim. Zirvə hər anın dəyər qazandığı məkan. Biləsuvar rayonunun seçilən məkanlarından biri Zirvə, ailənizlə rahatlıqla vaxt keçirə biləcəyiniz, zövqlü dadlar, yüksək xidmət və səmimi atmosferin bir araya gəldiyi xüsusi ünvandır. Onunla qeyd edim ki, Zirvə Ailəvi İstirahət Mərkəzi həm Şalı Sarayı kimi eyni zamanda gəzilənmək üçün lüks otel və ən əsası da uşaqlar üçün əyləncəli bir məkan. Komfortlu və sakit mühiti olan otel, zəngin menüsü ilə seçilən restoran. Burada toy mərasimləri, xına gecələri, ad günləri və özəl tədbirlər üçün geniş, işıqlı və zövqlə dizayn olunmuş zallar xidmətinizdədir. Hər detal düşünülüb, hər an dəyər qazanır. Çünki Zirvə sizin sevincinizə önəm verir. Ailənizlə rahat istirahət, sevdiklərinizlə unudulmaz şənliklər və xatirələriniz üçün etibarlı ünvan. Zirvə, xoş anların zirvəsi. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən Qızıl Qusar və Qusar Naturals meyvə şirələri. Nə üçün ilğım? Ədviyyatlar birbaşa vətənindən xammal şəklində ölkəmizə gətirilir və ilkin emal prosesindən keçir. Aşağı temperaturda daş dəyirmanında üydülür və heç bir qatqı qatmadan dünya standartlarına uyğun paketlənir. Ədviyyatlar Azərbaycanda ilk dəfə olaraq sterilizasiya edilir və 3 qatlı özəl paketlərdə qablaşdırılır. İlğım Azərbaycan milli kulinariya aşbazlarının seçimidir. Naftalan Medikal Turizm şirkəti Azərbaycan bütün mülklərini əhatə edərək daim xidmətinizdədir. Sağlam həyat, düzgün seçim. Naftalan Medikal Turizm şirkətinə əməkdaşlıq edərək istəyinizə nail ola bilərsiniz. Xoş istirahət, düzgün qidalanma, münasib qiymət. Bundan hamısı bir bulmanda. Gecələmək üçün rahat yataqlar və komfortlu otaqlar. Paytaxtımız Bakı şəhərindən Naftalana transfer xidməti. Həmçinin maraqlı turizmlər. Bunlar yalnız və yalnız bizim Naftalan Medikal Turizm şirkətinin öz xidməti və təbii ki, bu xidmətdən hər kəs yararlana bilər. Sağlamlığınızı daima düşünən Naftalan Medikal Turizm şirkətinin kollektivi hər zaman xidmətinizdədir.
Bəli, dəyərli dostlarımız, Emin Brentlə Nə var yoxun yeni buraxışı Star Bakunun təqdimatında davam edir. Rəngarəng, sevilən nəğməli qulağımız və bol-bol təbriklər. Kanalı dəyişməyin. Adil mən xoşamsınız. Həmrəylik və yeni nümayəş olsun deyirəm. Çox var olun. Dəvətinizə görə təşəkkür edirəm. Mən də Dünya Azərbaycanlıların Həmrəylik günü münasibətilə və yeni il münasibətilə xalqımızı təbrik edirəm. Onlara gələcək günlərində gözəl həyat arzulayıram. Amin deyib bizdə. Və oxuduğum mahnılarımın sözləri Ədalət Mədətoğlu'nundur, musiqisi özümə aiddir. Sevərək, gözəldir və təbii ki, sevərək. Xoşunuza gələr hər halda. Əlbəttə. Təqdim edək bu gözəl bayram buraxışında. Proqramımız davam edir. Səsləyib haylar məni ulduzluya göylər məni yuxudan eylər məni bu yuxulu gecələrə yuxudan eylər məni bu yuxulu gecələr yuxudan eylər məni bu yuxulu gecələr bu yuxulu gecələr 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 Səsləyib haylar məni
səhərə gedən yolu gecələr dal ulduzu pəncərə işıq saçır hər yerə kəsə bilmir səhərə gedən yolu gecələr səsləyib paylar məni ulduzlu göylər məni yuxudan eylər məni bu yuxulu gecələr bu yuxulu gecələr bu yuxulu gecələr gün qorxulu gecələr. Nə var nə yoxun yeni il buraxışı davam edir. Elə bu anda mən istədim ki, bizimlə 2025-də əməkdaşlıq edən və bizimlə bir yerdə gözəl bir xalqa xidmət edən sponsorlarımız var. Elə bu anda öz adımdan və kollektiv adından bizə dəstək olan Qızıl Qusar Təbii Meyvə Şirkətinin kollektivi başda rəhbəri olmaqla bu həmrəylik və yeni münasibəti ilə təbrik edirəm. Növbəti sponsorumuz Nə var nə yox proqramının baş sponsoru olan Biləsuvar rayonunda fəaliyyət göstərən Zirva Ailəvi Sağ Mərkəzinin başda rəhbəri olmaqla bütün peşəkar komandasını bu həmrəylik və yeni münasibəti ilə səmimi qəlbdən MTV komandası adından təbrik edirəm. Yeni iliniz və həmrəyiniz mübarək olsun. Azərbaycanda nömrə 1 olan xanımların sevimli dostu, mətbəxdə hər zaman işlənilən İlğım ədviyyatları və Mamet müəllim, Nəzir bəy, sizi başda olmaqla sizin gözəl peşəkar komandanızı bu həmrəylik və yeni gündə bayramlarınızı təbrik edirəm. Bayramlarınız mübarək. İlğım Azərbaycanda nömrə 1-dir. Bu anda dostlar, Emin və bizim dəyərli dostumuz Fariz. Nəsə gəlirmi bədayətdən? Bayram günüdür, niyə də olmasın? Canlı dəyişmə, canlı gözəl təbriklər. Yəni hələnizdən bir maraqlı bir nəsə xoş söz. Olar. Bir kuret deyə. Hə, olar, ürəyinə təsir. Mikrofon sizdədir, buyurun. Eşit səsimizi pərverdigar bizim, dünya gəlməsin başımıza dar bizim, səndən bir istəyimiz var bizim, yeni il uğurlu olsun hər birimizə, yeni il uğurlu olsun hər birimizə, yeni il uğurlu olsun hər birimizə, yeni il uğurlu olsun hər birimizə. Hey, efirə baxır həvəskarların hamısı, söz anlayan xiridarların hamısı, çağırdığın sənətkarların hamısı, bəzək verir bizim bu tədbirimizə, bəzək verir bizim bu tədbirimizə. Yeni il uğurlu olsun hər birimizə, yeni il uğurlu olsun hər birimizə. Ay maşallah. Anla bax, gözəl bədayətdən gəldiyi üçün mən sizə düzünü bunun içində mən bir kuplet demək istəyirəm sənin haqqında. De, amma mən də sizə ələ boş olsam istəmirəm da. MTV-nin çox gözəldir çəkilişi, xüsusən də nə var nə yox verilişi. Emin brendim brenddir hər işi, sağ ol deyək bu cürnə müxbirimizə, alqış edək bu cürnə müxbirimizə, yeni il uğurlu olsun hər birimizə, yeni il uğurlu olsun hər birimizə. Allah hamımızdan razı olsun. Və mən sizə gözəl Azərbaycan nömrə 1 olan İlğım ədviyyatları var ki, düzdür, əsas Sabirabadda yerləşir, amma səsi belə deyək, bütün xidmətli Respublika ilə birdir. Nömrə 1 aparıcının nömrə 1 brend İlğım ədviyyatlarıdır və artıq iki qardaş bölüşərsiniz və bizim gözəl limonatlardan sizə təqdim edəcəyik. Bunu adama birim ver də, bu cür brendin adama... Bu da Emin Mənim sənə. Qızıl Qusar suları təbii meyvə şirələrdir, qatqısızdır və gözəl bir sulardır. Elə bayram süfrəsində için gözəl bir suların dadından dadın və İntiqam prodüksiyonu sizə o sulardan təqdim edəcək. Bəli. Sən bütün MTV kollektivinə, sənin öz kollektivinə təşəkkür edirəm. Allah razı olsun. Bayram mübarək olsun. Çox sağ ol. Sağ ol. Yeni il baxışımız davam edir. Azərbaycanın sevilən müğənniləri, sənətkarları, əməkdar və xalq əsəri bu yeni il günündə də bizim efirdə qonaqdır. Təbii ki, hər birisinin öz nəğmələri, öz təbrikləri. Əsas odur ki, kanalı dəyişməyin. Gəlin yeni ili bir yerdə gedək. Yeni iliniz mübarək. Bəli, mən bu anda deyərdim ki, çox qalmaqallı, çox da maraqlı olan, elə Azərbaycanın Sibelcan deyərdim, Şəlalə Canses. Amma təbii ki, mənim dostumdur. Özü Türkiyədə yaşamaya baxmayaraq, Bakıya hər zaman gələndə mənimlə əlaqələrdir və dedi ki, çəkişin varsa bu təzə ildə elə bir görüşək. Həm görüşək, həm də efirdə qonaq olun. Həm ziyarət, həm də ziyarət. Xoş gəlmisən. Gözəl dostum. Çox təşəkkür edərəm. Sağ ol Emin. Necəsən? Nə var, nə yox? İnşallah. Maşallah tədbirlər, efirlər. Bəli, bəli. Gedir axarla. O 100% olmalıdır. Bəli. Çünki vətənimi çox
Türklər demiş, özləmişdim. Efirləri də özləmişdim. Özləmişdim, efirləri də özləmişdim. Xüsusi olaraq sizi də çox özləmişdim. Çox sağ olun. Hər zamanki kimi əzizsən, dostumuzsan. Səni çox sevirik. Elə Türkiyədə də səni çox sevilirsiniz. Orada da siz çox tələbat var, sevilirsiniz. Canımız. Türkiyədə, orada qardaş ölkədə yaşayan həm yerlərimizi, Türk dostlarımızı salamlayıram. Mən də buradan hamısını salamlayıram. Hər birinin qarşıdan gələn yeni il münasibətilə. Artıq biz təzə ildəyik. Həm də həmrəylik günüdür, 31 dekabr, bəli. Və hər iki bayram münasibətilə xalqımızı bu gözəlimiz Şalan xanım təbrik edir. Bəli, mən də hər bir vətəndaşı tək-tək deməyəcəm. Bütün Azərbaycan xalqını ürəkdən yeni il münasibəti ilə təbrik edirəm. Uzun ömür, can sağlığı arzulayıram və bu arada özümüzü də təbrik edirəm. Özümüzü də təbrik edək. Özümüzə də uzun ömür, can sağlığı. Yaşayaq və yaradaq. Yaşayaq və yaradaq. Gözəl bir mahnı gəlir, ifa gəlir və təqdim edək bütün sevənlərə. Bir daha anmasın adımı, bir daha istemem artık kendime söz. Gözden dökülen yaşların hesabını kim verecek? Kırılan kalbimi kim tamir edecek? Ben seni yine de severdim. Son defa darbe vurmasaydın eğer, son defa, son defa, son defa görseydim yüzünü, bana aşkla bakan gözünü, rüzgarda soğuk tutan yanaklarını, son defa, son defa. Özledim çok ama bu son. Ben seni son defa sevdim. Son defa, son defa. Bir daha anmasın adımı, bir daha istemem artık kendime söz. Gözden dökülen yaşların hesabını kim verecek? Kırılan kalbimi kim tamir edecek? Ben seni yine de severdim. Son defa darbe vurmasaydın eğer, son defa, son defa, son defa görseydim yüzünü, bana aşkla bakan gözünü, rüzgarda soğuk tutan yanaklarını, son defa, son defa. Deyirəm əziz tamaşaçılar, bu yeni il ərəfəsində hamı təzə paltarlar giyinir, təzə yeməklər pişirir, hər şeyin təzəsini istəyirlər də. Ay aman, bu show biznesdə də o təzə çıxan müğənnilər var. Amma qəşəng müğənnilər var. Təzə müğənnilərdir, oxuyandılar, oynayandılar, geyinəndilər, keçinəndilər. Elə müğənnilərdən bizim bugünkü verilişimizdə də var. Mən istəyərdim ki, çayınızı yavaş-yavaş süzün, biraz da ekrana yaxın əyləşin. Növbəti musiqi çələngimiz gəlir. Bəli, dəyərli izləyicilərimiz, 2026-cı il yeni ilin, yeni ayın, yeni iş günü, yeni iki həftəsində MTV Azərbaycan efirində Nə var nə yoxun yeni il buraxılışı davam edir. Mən Emin Birenin təqdimatında. Çəkiliş məkanımız Bakıda salib seçilən, məşhurların ən sevdiyi, seçilən bir məkan, rəqib tanımayan Star Baku. Gözəl bir restorandır, gözəl bir məkandır. Gənclərin ən sevilən, əyləncə dolu bir, vaxt xoş keçirilən, gəlləsi, görüləsi bir məkandır. Elə mən Star Baku kollektivinə, rəhbərinə minnətdarlıq bilirəm ki, bu gözəl xidmət üçün, bu gözəl məkan üçün.
Var olun, sizin də həmrəyiniz və yeniniz mübarək olsun deyirəm. Növbəti bir təbrik və salamlar, təşəkkürlər. İlğım ədəbiyyatları azından nömrə 1 olan, hər zaman xanımların mətbəxdə ilk olaraq sevimli dostu olan rəqib tanımlayan İlğım ədəbiyyatlarının komandasının rəhbərini bu gözəl hər iki bayram münasibəti ilə, həmrəylik və yeni münasibəti ilə təbrik edirəm. Yeniniz mübarək olsun, həmrəy olaq, bir olaq. Və növbəti bir təbrik Qızıl Qusar təbii meyvə şirələridir ki, illərdir xalqımıza xidmət göstərir, qatqısız təbii meyvə şirələri süfrənin bəzəyi olan bizim köhnə dostumuz və bizimlə hər zaman çalışan, bizim yanımızda olan Qızıl Qusar təbii meyvə şirələri sizinlə həmrəylik və yeni bayram münasibəti ilə mən və komanda adımdan təbrik edirəm. Bu 2026-cı il hər birimizin şərli olsun. Hər birinizə, bütün sponsorlara təşəkkür edirəm, bayramlarınızı təbrik edirəm, işlərinizə uğurlar arzulayıram. Və Hikmət Oğuzlu, gözəl dostumuz, maşallah səsi, gözəl nəğmələri efirlərdə, tədbirlərdə eşidirəm, görürəm və mən sənin hər bir uğuruna sevinirəm. Dost olaraq. Necəsən? Hər şey yaşlıdır mı? Şükür Allah, sağ ol. 2026 da sənin üçün düşərli olsun. Amin, amin. 2025 Allah'a şükürlər olsun, düşərli oldu, gözəl oldu. Davamı gəlsin 2026-da. Davamı gəlsin. Çünki 2025'te çoxlu mahnılar bəstələdim. Efirlərdə çox oldun. Efirlərdə çox oldum. Sənətim üçün yəni önəmlidir. Çox sağ ol dəvətin. Oğuz'a qaxa, buradan bütün dostlara salamlar göndərirəm. Var olsun gözəl diyar, var olsun ölkəmiz, bütün bölgələrdə yaşayan xalqımız, vətəndaşlarımız hər zaman gözəl bir sülh əmin-amanlıq içində gözəl bayramlar qeyd edək. Və bu anda istəyərdim ki, Hikmətdən gözəl nəğmələr alaq və siz izləyən izləyicilərə gözəl mahnılar təqdim edək. Bayramlarımız mübarək. Ben dünyanın en güzel adını unutmuşam. Unutmaram dediğim kadını unutmuşam. Unuttum ellerini, gözlerini unuttum. Kalbimi esir eden sözlerini unuttum. Ben anan ayrısının ben dünyanın en güzel gülünü unutmuşam. Takmadım öpüşünü, tutanmadım elini. Unuttum her şeyini, o mehmeri telini. Tatmadım öpüşünü, tutanmadım elini. Unuttum her şeyini, o mehmeri telini. Ben onu unutmazdım, unutturdu özünü. Unut beni demişti, ahır tuttum sözünü. Ağrılarım can verir, gözümü unutmuşam. Onu unutan günden özümü unutmuşam. Ağrılarım can verir, gözümü unutmuşam. Onu unutan günden özümü unutmuşam. Hamısı da yerində. İstəkli tamaşaçılar, hər birimizin evində, yeni ərəfəsində bu küknar ağacı bəzənir. Hər bu üzərindəki oyuncaqları düzərkən
balaca bir arzularınızı tuturuq. Mən də istəyirəm ki, nənə qız qurban, sizin arzularınız bütün hamısı yeni il ərəfəsində, yeni il abu-havasıyla hamısı həyata keçsin. Arzularınız çin olsun, bahar çiçəkdə təravətlənsin, heç vaxtda solmasın. Qoy həmişə sülh olsun, evimizdə bayram olsun, şənlik olsun, balaca balalarımız da sevinsin. Hamınızın yeni iliniz mübarək olsun. 2026-cı il həm yeni il, həm də 31 dekabr Dünya Azərbaycan Həmrəylik günümüz qeyd edirik. Harada Bakıda nömrə 1 olan məşhurun ən sevdiyi seçili bir məkan Star Bakunun təqdimatından mən Emin Brandin gözəl bir aparıcılıq və Navarno komandası. Amma bu anda mən axı söylədim axı, hər il təzələnsə belə mən köhnə dostları unutmuram. İllərin dostu, 20 ildən artıq mənə mənəvi bir ana olan, bacı olan, dəyərli dostum, sirdaşım Zahidə Günəş kimi parlaq olan mənim dəyərli dostum. Özüm parıldayırsan, nə gözəlsən bu günləri Sənin sən. yanında gözəlim, sənin gözəlin gözəldir. Gözümdə yoxdur. Elə. Bu illər tam başqa fərqlisən. Minnətdaram. Geyimində, stilində, saçında, özündə. Sən həmişə fərqli olmasın, mən də fərqli görsəm mənim. Düzdür Əli? Əli səni də təbrik edirəm, xoş gəlmisən. Zaten xanım hər kəsin duet oxumur. Yəni baxır, insanlığa baxır, sonra səsə baxır. Təzə ilin mübarək, həmrəylik mübarək, həmrəy olaq, bir olaq. Və duet otağınız əbədi olsun. Amin, amin. Siz də İnşallah. salamlayıram. Gözəl sənətkarımız Ayda xanımı salamlayıram. Gözəl Xalqımızı. tamaşaçılarımızı, xalqımızı salamlayıram və hər birinin yeni ilini və Dünya Azərbaycanlarının həmrəylik gününü ürəkdən təbrik edirəm. Bu il hamımıza düşərli olsun. Amin. Da həyəcanlı olacaq da sənətkarlarla bir yerdədir. Niyaməddin müəllim, Cavad müəllim, sizlərlə bir yerdə olan necə olar? Təbii ki, aşım var. Həyəcanlı olduğu üçün də hələ zirvədə olacaq. Bəli. Məsuliyyət varsa da keyfiyyət var. Ay sağ ol. Bəli. Var olasan bütün xalqımıza inşallah bu il düşərli olsun. Həmrəy olsun. Vacib olan can sağlığı arzu edirəm və Sülh, şu əmr, amanlıq. biznesə bir dənə arzum var. Mehribançılıq olsun. Mehriban olun, qalmaqaldan uzaq olun. Bəli. Və sənət olsun. Bəli, özünüzə dəyər verin, qalmaqalda olmayın. Amma Əli, Bəli. üzüm. Təbrik edirəm. Həmrəy Bayramınız olaq, bir olaq, mübarək olsun. təzə ilimiz Və mübarək Emin, olsun. bu sənin bu kollektivin var, neçə il bir Navarno yerdə komandası, sizi. bəli. Gözəl kollektiv. Mən bu kollektivi çox sevirəm. Biz də səni sevirik. Nəyə görə çox sevirəm? Nəyə görə? aha. Hər insan sevilmir ha, illər Aha. keçsə də. Etibarlı olduqları üçün. Vəfalı. Elə bir zamanında yaşayırıq ki, indi etibar, vəfa qalmayıb insanlarda. Səmimiyyət qalmıyor. Səmimiyyət gördüyüm yerdə mən əbədi varam. Var ol. Sizi çox sevirəm, həmişə bir yerdə olun. Gələn illəri yenə də bax belə bayram verilişlərini çəkək bir yerdə. Təntənə ala, bəli. Yenə də deyim ki, nə yaxşı ki biz bir yerdəyik. Nə yaxşı Çox varıq. sevirəm. Nə yaxşı ki varıq. Bir-birimizi Allah Taala bizə çox görməsin. Amin. Pis gözlərdən uzaq olaq. Necə ki verilişin həmişə zirvədə olub, uğur qazanıb. Sizlərin sayəsində. Bütün Azərbaycandan kənar yerlərdə çəkilir. Hamı deyir Emin gəlir. Minnətdaram. Yaşayaq və yaradaq. Bəli. Amma Əli, Yenə də xalqımız adından, sənin adından, uğurların Zahidə bol sevənlərin olsun. adından və kollektivimiz adından, bütün Azərbaycan xalqı adından Zahidə xanımın 31 dekabr Dünya Azərbaycan Həmrəylik günündə, yeni il gündə bütün dünya bu xanımın ad günü qeyd edir. Və bu anı mən istəyirdim ki, gözəl bir ilğimdən, gözəl bir ətriyyatda, xanımlar mətbəxdə də öz işini göstərir, bazar göstərir. Xanımlar, nə xanımlar? Zahidədən danışırsan. Yox, təbii ki, Zahidə xanım dedi. Zahidə, müğənnilər içində, müğənnilər. Hər müğənnilər mətbəxdə olmur axı, amma mən bəlkə də 2-3 müğənnidən biriyəm ki, nə vaxt axtarsa mətbəxdəyəm. Bəli, əlin tamamı və duzudur. Bu sənin ədviyyat gözəl ilğim nömrə 1 olan ədviyyatlardır. İnanırsan heç ağlıma gəlmirdi bunu alacağım, amma deyirdim Emin mənə hədiyyə eləmişdi. Bir video çəkərdi bizi xalqın. Bir də təbii. Təbii meyvə şirələri. Ay, bu meyvə şirələri. Qızıl Qusar suları, sənin sevdiyin dostlar. Səməndər bəy salamlayıram mən. İnanın Allaha, dərmanlar. O alırıq həkim. Bax, təbii dərman budur. Bəli. Bu mənim ailəmdə olan. Qatqısız. Bunun heyvalı da var. Xəstə. Hər bir şey. Mənim bilirsən ailəmdə olan. Bəli. Doğmam. Doğmam, bəli. Xəstələrin bir növbə şəfası. İnanın Allaha ki, o qəfildən o xəstəliyi ondan uzaqlaşdı. Həkimlər dedi ki, yəni möcüzədir bu, Allahın möcüzəsi. Göydə Allah, yerdə də Emin sayəsində. Mən bu meyvə şirəsi. Aldım artıq 2 ildir o və artıq 2 ilə yaxındır ki, istifadə edir və dərmana ehtiyac qalmıyor. Düzdür, dərmanlar da lazımdır. Amma ən mühüm rolu
oynadı. Təbii qatqısız meyvə şirələr, qızıl Hər qusar. gün də sənə duaçıdır. Minnətdaram. Ailədə, mən özümdə. Qızıl qusar sulardı, təbii meyvə şirələri. Səməndə bəy, onun kollektivinə salamlar göndərirəm. Çox sağ olun Səməndə bəy. Siz çox sevirik, yaxşı ki var sizə. Bəli, bu artıq hədiyyələrimizi sizə təqdim etdik. Bəli. Həm ad gününüz, həm yeniniz mübarək olsun. Çox sağ olun. Minnətdarıq. Çox sağ olun. Sağ olun. Zirvə hər anın dəyər qazandığı məkan. Biləsuvar rayonunun seçilən məkanlarından biri Zirvə, ailənizlə rahatlıqla vaxt keçirə biləcəyiniz, zövqlü dadlar, yüksək xidmət və səmimi atmosferin bir araya gəldiyi xüsusi ünvandır. Onunla qeyd edim ki, Zirvə Ailə İstirahət Mərkəzi həm Şalı Saray kimi, eyni zamanda gecələmək üçün lüks otel və ən əsası da uşaqlar üçün əyləncəli bir məkan. Komfortlu və sakit mühiti olan otel, zəngin menüsü ilə seçilən restoran. Burada toy mərasimləri, xına gecələri, ad günləri və özəl tədbirlər üçün geniş, işıqlı və zövqlə dizayn olunmuş zallar xidmətinizdədir. Hər detal düşünülüb, hər an dəyər qazanır. Çünki Zirvə sizin sevincinizə önəm verir. Ailənizlə rahat istirahət, sevdiklərinizlə unudulmaz şənliklər və xatirələriniz üçün etibarlı ünvan. Zirvə, xoş anların zirvəsi. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən qızıl qusar və qusar Naturals meyvə şirələri. Nə üçün ilğım? Ədviyyatlar birbaşa vətənindən xammal şəklində ölkəmizə gətirilir və ilkin emal prosesindən keçir. Aşağı temperaturda daş dəyirmanında üydülür və heç bir qatqı qatmadan dünya standartlarına uyğun paketlənir. Ədviyyatlar Azərbaycanda ilk dəfə olaraq sterilizasiya edilir və 3 qatlı özəl paketlərdə qablaşdırılır. İlğım Azərbaycan milli kulinariya aşbazlarının seçimidir. Naftalan Medikal Turizm şirkəti Azərbaycan bütün mülklərini əhatə edərək daim xidmətinizdədir. Sağlam həyat, düzgün seçim. Naftalan Medikal Turizm şirkətinə əməkdaşlıq edərək istəyinizə nail ola bilərsiniz. Xoş istirahət, düzgün qidalanma, münasib qiymət. Bundan hamısı bir bulmanda. Gecələmək üçün rahat yataqlar və komfortlu otaqlar. Paytaxtımız Bakı şəhərindən Naftalana transfer xidməti. Həmçinin maraqlı turizmlər. Bunlar yalnız və yalnız bizim Naftalan Medikal Turizm şirkətinin öz xidməti və təbii ki, bu xidmətdən hər kəs yararlana bilər. Sağlamlığınızı daima düşünən Naftalan Medikal Turizm şirkətinin kollektivi hər zaman xidmətinizdədir. Əziz tamaşaçılar, bax bizim adət-ənənələrimiz başqadır, amma xarici dövlətlərdə adət-ənənə başqadır. Meksikada yeni il ərəfəsində pəncərədən bütün köhnə əşyaları, divan, kreslo, evdə nə köhnə varsa, köhnə gülüşlərin hamısını atırlar balkondan yerə. Aynənə. Hə. Sən də birdən o şeylərə uyub gedərsən Meksiyaya, sən də köhnəmsən, sən də birdən atarlar. Qalaram nənəsiz. Yox, nənən qırılan. Birincisi, mənim oralarda nə etimazıbdır. Mənim burada danışlası sözlərim çoxdur. İkincisi də ki, hələ bunu qoy qırağa. İtaliyadan ağarırlar. Deməli, yeni il ərəfəsində hamı öz pəncərəsindən açana belə untuluyur çölə ki, ruzu bərəkət olsun. Bizim də maşallah ruzumuz, bərəkətimiz bol. Bizdə isə Azərbaycanda yeni il gələndə həm həmləri qeyd edirik, həm yeni il qeyd edirik. Bütün ailəliklə toplaşırıq bir süfrə başına. Azərbaycan milli mətbəxinin ləzzət həmalı düzülür süfrəyə. Hər kəs
o yeməkdən, xörəkdən, dadından dadıb. Maşallah, televiziya kanallarımız azabından çoxdur. Hər kanala çevirsən, maraqlı rəngarəng çıxışlar, konsertlər olur. Nənəm qurban, o vaxtı nə tər idi. Ham otururdu televizorun qabağında. Konsertlər başlayırdı. Ay Zeynep xanlarıma gəlirdi. Bəh, 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 gözəl paltarlarından. Niyaməddin Musayevin mahnıları olurdu. Bəh, bəh, bəh. Saxla. Niyaməddin Musayev bugün də bizimlə bir yerdədir daha. Hə, bilirəm. Xalqımız təbrik eləməyə gəlir. Sənin dostların çox idi, amma sənə salam göndərir. Bilirəm. Yeri düşmüşən elə iş olaraq elə gözəl xalq asımız Niyaməddin Musayevin bir təbrikini eşidək. Xalqımızı elə bir yerə təbrik eləsin. Nənəm qurban, deyirəm mən elə bəlkə onu keçmişdəki kimi təqdim eləyim. Əziz tamaşaçılar, oxuyur Niyaməddin Musayev.
Bəli, dəyərli sənətkarımız. Həmrəylik günü mübarək olsun. Yeni iliniz mübarək olsun. Sizə can sağlığı arzu edirəm. Çox sağ olun. Ki biz hər yer sizi yad edirik. Hər zaman Emin harda, gözəl sənətkarımız, xalq qasımız mənim yanımda. Mən sizi ilk olaraq sizin ailənizi, doğmalarınızı, öz adımdan, xalqımız adından, kollektiv adından sizə can sağlığı arzu edirəm. Təşəkkür 2026 sizə düşərli olsun. Ruzi bərəkət, can sağlığı. Hər zaman efirlərdə, tədbirlərdə olasınız və hər zaman mənim yanımda olasınız. Və mən İlğım adından gözəl bir hədiyyəmiz var sizə. Yeni il hədiyyəsi, ədviyyatlar, xalmalar, mətbəxdə lazım olur və bir də qızıl qusar düşeslər, sular, təbii sular və bizim sizə yeni il hədiyyəmiz. Sağ ol ki, dəvət eləmisən. Bu yeni illə əlaqədar olaraq 31 dekabr rəqəm dəyişikliyidir. Yəni yeni il gəlir, amma əsas bizim bayramımız həmrəylik bayram. Bəli. Dünyada yaşayan Azərbaycanlılar həmrəylik günüdür. Bəli. Ona görə də bu ulu öndərin o vaxtı, yəni ki, qoyduğu bir qanundur. Qanun, bəli. Yəni xalqları birləşdirmək, daha da yaxınlaşdırmaq bir-birinə. Bəli. Dünyada harda yaşayıb bütün Azərbaycanlıların bayramını təbrik edirəm. Can sağlığı arzu edirəm. Və Allahdan arzu edirəm ki, xalqımız qürurla bu bayramı qeyd edir. Əmin-amanlıq arzu edirəm. Amin inşallah. Bir də ki, müharibə olmasın. Olmasın. Bax, bundan gözə torpaqlar şükürlər olsun ki, geri qaytarıldı. Bəli. Hər şey indi qürurla yaşayır. Yaşayırıq, bəli. Bir daha xalqımızı təbrik edirəm. 2026-cı il düşərli olsun, həmrəliyimiz əbədi olsun, həmrə yola bir olaq və yeni ilimiz mübarək. Yeniniz mübarək. Hə, sən mənim nənəm. Hacar. Elə bildin ki, səni unutdum mən. Düzü. Efirimizə gələn, konsertə gələn sahib seçilən sənətkarları hədiyyələrlə yola saldıq. Amma mən səni unutmadım ki, mənim bir gün sahib seçilən, show biznesin ən sevilən Səmən nənəsini bu ildə hədiyyə ilə qarşılayaq. Bunlar mənimdir. Sənindir belə. Bu gözəl, hər zaman gül kimi, belə təravətli, sevimli olasan. Bax, bu gözəl yeni il hədiyyəsi. Düzdür, Şahtı babanın hədiyyəsi olmaz, bu bizim komandamızın sənə hədiyyəsidir. Bu da mənim sənə hədiyyəm. O sənə kömək eləyim. Qoyuyorum, aynen kurban. Təbii ki, biz bunları oraya koyuyorum. Bu ne? Komanda olaraq səni unutmadık. Sağ ol, neden kurban? Bizim nənəmizi... Beni yadından çıxartmamışsan da, elə bilirsən nene seni yadından çıxardır. Sən də mənə hədiyyə Nenen de sana hediye ver. Bəri gel. Yine kostümüne düşür nenen kurban. Bu da senin. Mən böyümüşüm, ilkələmişim daha. Yaxşıdan ala. Allah Teala bir geçey oğul payı verecek sana. Bunu da apararsan ona. Bu bir zarafattır. Yeni il ərəfəsində həmişə zarafatlar olur axı. Yox nenen kurban. Sənə hədiyyəm xüsusi olaraq. Budur. Sən ətirlənməyə xoşduysan axı. Yanında durmaq olur. Adam boğulur ətirin iyisindən. Amma bu boğulandan deyil. Mənim xoşuma gələn ətirdir. Bu nənənin ətidir. Amma bu tək mənim deyil. Bu komandamızın hədiyyəsidir. Əsas hədiyyə bizə nədir? Onun hədiyyəsini vermişəm. Operatörün hədiyyəsini vermişəm. Sakit ol. Hətta məndən qabaq. Səmən nənə, əsas hədiyyəmiz bizə nədir? Biz axı yay qış yemədən əziyyət çəkib işləyirik. Xalqın bizi sevməsi, bizi hər zaman baxmağı elə ən böyük hədiyyədir. Və bunun üstündə elə hər zaman sizə minnətdarıq ki, nə yaxşı varsınız. Siz var olduqca biz də yaşayaq və yaradaq. Sizə maraqlı proqramlar təqdim edək. Bu təzə illə bütün arzu-sələriniz için olsun. Yeni iliniz mübarək.